Salam dəyərli şagirdlər, bizə belə bir-iki dənə düz xəttin tənliyi verib və deyir bunlar paraleldirsə B-ni tapaq. İlk öncə biz ikinci tənlikdə y tapaq. BY bərabərdir -6x minus 12 və hər tərəfi y-in əmsalını bölək, yəni B-yə. Y bərabərdir -6 bölünsün BX çıxılsın 12 bölünsün B. İndi baxın y bərabərdir 3x üstəgəl 4. İki düz xəttin tənliyinin paralel olması üçün onların k-ları, yəni k1 bərabərdir k2 olmalıdır. Yəni ki, x-ların əmsalı bərabər olmalıdır. Birinci tənlikdə x-in əmsalı -6 bölünsün b-dir. İkinci tənlikdə x-in əmsalı 3-dür. -6 bölünsün b bərabərdir 3-ə. 3b bərabərdir -6-ya, b də bərabərdir -2-yə. Deməli, b-nin -2 qiymətində bu düz xətlər paralel olacaq.